Buradakı oğlanların hamısı Ağdamlıdır. Bir dənə qıraq rayonundan yoxdur burada. Düz, bax 1 kilometr uzunlamasına hamısı özünüz görürsünüz ki, Akopbaşı deməli saldat dəlində silahlı. Bunun hamısı Ağdamlıdır. Allah hamd olsun, bunun hamısının bir niyyəti var. Peyğəmbər hamd olsun. Bir ayda onlar ailələrinin tökülə palatkaları, oğlanların hamısı buradadılar. Siz özünüz fikirləşin. Ağdamlı vuruşur, Ağdamda erməndə. Bunun ayrı başqa bir yerdə evi yoxdur. Hamısı palatkalarda, orada burada qohum əqraba evindədir. Amma o uşaqlar hamısı buradadır, Allah hamd olsun. Özdə buradakı uşaqlar da sizə deyim, təsadüfi gəlib döyüşən uşaqlar deyil. Bunlar əksəriyyəti 91-ci ildən vuruşub, yara alan, bədənində yara alan, ayağından yara alan, qolundan yara alan buradakı uşaqlar damısı. Əksəriyyəti neçə ildir bu güllərin qabağındadır. Bunlar döyüş taktikasını bilir. Ona görə mən deyirəm ki, bir dənə xahiş edirəm ki, rəhbərlikdən nəyə görə biz gözləyirik, nəyə görə Ağdam işğal olunandan sonra sakitlik olur. Nə edirəm mən bu sakitliyi? Ağdam olunandan sonra elə qoy mənim başımı töysün o bombanı. Mənə sən imkan ver, mən hərəkət edeyim. Qoy mən qırılım, qoy mən ölüm. Ondan günü-gündən qırılırıq. Bizim hamımızın məqsədimiz budur ki, bizə imkan versinlər ki, biz hərəkət eləyək. Heç saatda ummuruq. Heç saat. Nə texnik ummuruq, nə qırat qurğusu ummuruq, heç saat ummuruq, silah da ummuruq. Silahımız var. Allah canı sağ eləsin Cəfərin. Əldə eləyib hamısın. Özü nə ilənsə, vəsaiti ilə mi, nə ilənsə əldə eləyib özü. Qardaş, imkan versin də bir şey kəlmə ki, ürəyiniz haranı siz zəbt eləyin. İşləyin özünüz. Torpaqları geri qaytarın. Onda görün bu torpaq geri qaytarılır yoxsa yox. Hansı pasiyada çəkiliş aparılır orada deyirlər ki, imkan vermirlər qabağa getməyə, imkan vermirlər. Qardaş, bunu kim eləyir, sizə qurban olun. Bunu bir aydınlaşdırmaq lazımdır da. Harada çəkiliş gedir, orada deyir ki, saldat deyir ki, imkan vermirlər ki, biz irəli cumaq, irəli yeriyək, torpağı götürək, şəhər alaq, kəndə qaytaraq. Bəs bunu bir maraqlanın da, siz indi gündüzündə efirlərdə olan adamdarsınız. Bunun maraqlarını görün, bunu kim eləyir? Kim icazə vermir? Hansı Müdafiə Nazirliyindən bir qaz gəlir ki, 3 dənə kəndi almışıq, sıraz əməliyyatı dayandırır ki, olmaz. Bəs 3 kəndi mən almışam. Səhər saat 6-dan saat 8-in yarısına kimi 3 kənd alınıbdır. Bax, bu batalyon tərkibindən. Onunla da hamısı, qardaş, 60 tonlu əməliyyatlar qaçırdıqlar uşaqları. Rut düşündüyü əmələ gəlir. Rut, bəli, amma yenə deyirəm. Allah hamd olsun. Bir pulamör gətirmiş ermənilərdən, bir qrantamör gətirmişik. Birinci hücumumuzda Allah hamd olsun. Bir tankı vuruldu. Üzeyir adında bizim qrantamör işimiz var. Allah onun canı sağ eləsin. Qoymadı gözün aşağı. Bəs yox, bəs belə uşaqları bəs sən niyə belə ruhdan salırsan, qardaş?